Beləliklə, xanımlar və cənablar, bugün mən bir saniyə belə yerində oturmayan, daima hardasa qabaqda, orada, qarşıdakı döngədə görsənən, adı məlum olmayan xoşbəxtlik arxasıca qaçan biriyəm. Mən hər zaman özümə hökm edib ruhlandırıram. Budur, yeni albüm çıxsın, mən həqiqətən xoşbəxt olacam və ya boşanayım ya da evlənim, başqa şəhərə köçüm. Bundan sonra dəqiq xoşbəxt olacam. Tanış gəlirdi, deyilmi? Maestro, xahiş edərdi, bütün kainatın incəliyini duyan, əlcəkli barmaqlarınızla piyanoda zərif, tumarlayıcı bir kədər bəxş edin bizə. Möhtəşəm. Həmişə kimi bu fantastik virtuozluğu ifadə etmək mümkün deyil. Düşüncələr özü beynə süzülür. Belə mənim əzizlərim, aydındır ki, qarşıdakı döngədən sonra biz çətin ki, axtardığımızı tapdıq. Doğrumu? Çünki o döngədən sonra ən yaxşı halda görə biləcəyimiz yeni döngədir. Ondan sonra daha bir döngə, sonra daha bir dənə. Və bu çox güman sonsuzluğa kimi davam edəcək. Doğrudurmu? Uşaqlığımız və daha doğrusu ondan da əvvəl yaranan emosional acılığımız barədə söyləyən bəzi psixoterapevtlər inanılmaz dərəcədə haqlıdırlar. Nə vaxt ki, bizim hamımızı sıx bəliyib tək yatmağa qoyaraq, bizdə xoşbəxtlik hissinin təbii mövcudluq kimi deyil, məqsəd kimi formalaşdırarkən. Elə bir hiss ki, ona mütləq qaçmaq, çalışmaq lazımdır, onu güdmək və lazım anda tutmağa hazır olmaq. Yoxsa anamız yenə gedəcək və biz yenə tək qaranlıqda, qəfəs kimi bələkdə yatmaq olacaq. Bu dərin proqramlaşdırılmış narahatlıq hissi həmin psixoterapevtlərin dediyi kimi təbii emosional acılığın nəticəsidir. Və indi böyüdüyümüz vaxt biz bu qəribə narahatlıq hissini yaşayırıq. Sanki nəsə əlçatmaz və eyni zamanda vacib bir şey həmişəlik itirmişik. Və bu keçirdiyimiz narahatlıq bizdə belə bir izah edilməz əminlik formalaşdırır. Biz yalnız növbəti milyonu qazanandan və ya uğurlayandan sonra xoşbəxt ola bilərik. Və budur, istədiyimizə demək olar nail olmuşuq. Xoşbəxtliyin lap astanasındayıq. Sadəcə bir bu oyuncağı almaq qalır. Sonra bunu və bir də bunu və bunu da həmçinin. Amma nə qədər ciblərimizi, beynimizi və qarnımızı doldursaq da qəribə bir şeylər baş verir. Artıq təxmin edirsiniz. Biz daha çox tox olmaq istəyirik, daha çox varlı, məşhur, tanınan, daha çox sevgi lazımdır bizə. Və bütün bunlar total boşluğumuzun fərqindəliyinə çatdığımıza qədər davam edir. O vaxta qədər ki, biz başa düşürük, artıq bunlardan heç nə bizim düşdüyümüz boşluğu, kədəri doldura bilməyəcək. Və bu necə də məzəlidir, elədimi? Bütün bu düşdüyümüz inanılmaz boşluğun və keçirdiyimiz ağrının mənbəyi sadəcə körpəlikdə anamızın qucağında yatmaq istəyidir. 16 yaşında xoşbəxtliyin hardasa qabaqda, qarşıdakı 18 yaşın döngəsində olduğunu fikirləşmək normaldır. 30 yaşında düşünmək ki, o hardasa yaxındadır, sadəcə mənzil məsələsini həll edib, köhnəvaz maşında yenisini dəyişmək qalır, bir də o yekə döşlü qızı yatağa salmaq. Amma 40 yaşı ağlamışıq, nə ki olmalıydı, heç düşüncədə də yoxdur. Və biz yenə də doymayan baxışlarla dünya vitrinlərinə nəzər yetirir və hesab edirik ki, bizə lazım olan itirdiyimiz hardasa qabaqdadır, qarşıdakı döngədə. Və budur, bir neçə günə 30 yaşım olmalıdır. Səhər tezdən yoldaşım Gloria ilə gördüyünüz kimi maşınla gedirik. O sükan başında mən isə fikrə gedib yuxlayıram və siz inanmarsınız, yuxuda öz dəfnimi görürəm. Mənimlə sağlaşmağa çox da insan gəlir, gördüyünüz kimi. Kimlər ki məni yaxından tanıyır və kimlər ki mən olduğum kimi sevirlər. Mərasim təşkil edənlər arasında David Bowie gözəl və hətta biraz pafoslu nitqini söyləyir. Lakin bu sözlər çox sadə və banaldır.
xoşbəxtlik hardasa qarşıda deyil, həmişə indi və bu andır. O sadəcə hisslərin sevincidir. Və sən demə, mən bunları hamıdan yaxşı bilirmişəm. Bunları yuxuda eşitmək, düzünü deyim, mənim üçün böyük sürprizdir. Çünki mən bunun və buna oxşar heç nəyin fərqində deyildim və heç vaxt bu barədə düşünməmişdim. Hamı kimi ömrüm boyu harasa, naməlum yerə, hər zaman əlimdən sürüşüb çıxan kabusun arxasıca qaçırdım. Və bu çox qəribədir ki, mən insanların yaddaşında xoşbəxtlik haqqında onlardan daha çox bilən biri kimi qalmışam.